Cahangir, niye susursan? Sahip çık da oğluna. Sona bəsdir. Düzdür, sen de əsəbləşirsən. Ama ben bilirim ki sen razı olmazsan ki sabah oğlun ortalıkta kalsın. Mən sizə indiyə qədər baxdım. Qoymadım ki, nədəsə körlük çəkəsiz. İndi bu nə söhbətlərdir başlamısan? Bu mövzu bizimlə birlikdə qəbrə getməlidir. Bacarmayacağım. İllərdir susuram. Sen ailen dağılmasın diye yüreğime taş basıp oturdum. Artık bacarmıyorum. Bundan sonra belə olmayacak. Cahangir, dünya işini bilmək olmaz. Ben istemiyorum ki biz ölüp gedenden sonra benim uşağım yiyesiz yetim kimi ortalıkta kalsın. O senin de oğlundu. Her şeyde onun da payı var. Susacaqsan. Necə indiyə qədər susmusan, bundan sonra da susacaqsan. Mən istəmirəm ki, bu məsələyə görə mənim ailəmdə söz-söhbət olsun. Biz de senin ailenik. Siz heç vaxt mənim ailəm olmamışsınız. Olmayacaqsınız da. Cahangir, elə bilirsən çıxıb getməklə hər şey dəyişəcəksən? Elə şey olmayacaq. Oğluna soyadımı verəcəksən. Eşidirsən? Oğluna sahip çıxacaqsan. Sən məni hədələyirsən. Verməsəm neyniyəcəksən? Bu qərarı biz ikimiz bir yerdə vermişik. Xeyr Cahangir mənim. Bu qərarı siz vermişdiniz. Hamilə olduğumu eşidən kimi çıxıb getdin. Elə mənim böyük səhvim də onda oldu. Əgər sən hamiləliyini vaxtında desəydin, indi bu söhbətlər olmazdı. Deməli sən öz qanından, canından o günahsız körpəni öldürəcəydin, hə? Mənim ən böyük günahım sənsən Sona. Mən səni heç vaxt istəməmişəm. Amma sən məndən də ailəmdən dəl çəkmirsən. Bəlkə mən səni aldadıb yoldan çıxarmışdım, hə? Nəysə. Mən belə görürəm ki, bizim danışılacaq sözümüz qalmayıb. Bax, mən sənə xəbərdar verirəm. Sən məndən də, ailəmdən də uzaq dur. Elə eləmə ki, hər ay verdiyim pulu kəsim. Eşitdin? Oğluna soyadımı verəcəksən. Eşidirsən? Oğluma sahip çıx.